Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mübarək Ramazan ayının bu günündə qısa olaraq səbir haqqında danışmaq istəyirəm. Səbir məsələsi dinimizin ən mühüm məsələlərindən biridir və daim aktual mövzulardan biridir. Həyatımızın ayrılmaz bir hissəsidir səbir məsələsi. Ona görə də məxsusən də mübarək Ramazan ayında danışılası bir mövzudur. Mübarək Ramazan ayı çünki bizə səbri aşılayır, səbir öyrədir. Biz səbirli olmağı öyrənirik mübarək Ramazan ayında. Ətrafımıza qarşı, özümüzə qarşı, Allahın nemətlərinə qarşı, çətinliklərə qarşı, sıxıntılara qarşı səbirli olmağı biz öyrənirik, məşq eləyirik bu ayda. Təsadüf də deyil ki, mübarək Ramazan ayının 50-dən çox adları var. Məsələn, şəhrun mübarəkun, şəhrus səbir, şəhrus siyam, şəhrul məğfirə, şəhrul bərəkət, şəhrul müvasat, şəhrul itiq. Bunlar hamısı mübarək Ramazan ayının adlarıdır. Onlardan biri də şəhrus səbirdir, səbir ayıdır. Bu ayın adlarından biridir. İnsan bu ayda səbirli olmağı öyrənir. Səbir çox yüksək bir dərəcədir, çox ali bir məqamdır. Hədislərdə var ki, cənnətdə elə bir məqam vardır ki, ona yalnız bəlalara düçar olmaq nəticəsində çatmaq mümkündür. Bəlalara düçar olmaq və təbii ki, o bəlaların müqabilində insanın tutacağı mövqe, insanın səbiri mühüm məsələdir ki, Allahın neymətlərinə çatdıran xüsusiyyət həmin o səbir xüsusiyyətidir. Və yaxud da başqa bir hədisdə əleyhissalam həmmama buyurur, həmmam xütbəsində buyurur ki, onların ruhiyyəsi bəlalar zamanı eyni ilə rifah vaxtı olduğu kimi olur. Rifah vaxtı necə idi insanın halı, əhvalı? Yaxşı vəziyyətdə, bəlalara da düçar olanda onların halında dəyişiklik olmaz. Və bu biganəlik deyil, biveclik deyil. Bu insanın böyüklüyünü göstərir. Hadisələrin müqabilində insanın ruhiyyəsinin, ruhunun böyüklüyünü göstərir. Səbrin özü hərəkətdir, səbrin özündə hərəkət var. Ki, vaxt ola insan bunu izah etməyə çalışır. Və qiyamət günündə də insanlar olacaq ki, arzulayacaqlar ki, kaş dünyada bizə o qədər çətinliklər üz verərdi. Biz onlara səbr eləyərdik və Allahın nemətlərinə çatardıq. Quran-ı Kərimdə səbr barəsində müxtəlif ayələr var. Həzrəti Əyyub əleyhissalam bu məsələdə nümunədir. Hətta bir nəfərin səbri çoxdursa, səbr sahibidirsə, söz gəlişi, məsəl olaraq deyərlər ki, səndə Əyyubun səbri var, Əyyub Peyğəmbərin. Allah o qədər imtihanlar elədi, sıxıntılar verdi, bütün əlində olan neymətləri aldı, malın mülkünü aldı, övladların ailəsini aldı əlindən. Bir hədisdə var 7 il, bir hədisdə var 18 il çətinliklərə, müsibətlərə səbir elədi. Axırda Allah bu çətinliklərdən üzü ağ çıxandan sonra, səbirli olandan sonra, səbri qalib gələndən sonra ona bütün o neymətlərin hamısını bərabərində qaytardı. 2 qat bərabərində qaytardı. Allah buyurur Həzrəti Əyyub barəsində İnna vəcədnahu sabirən ni'məl əbdu innəhu əvvab. Necə də gözəl bir bəndə Həzrəti Əyyub. Həqiqətən də o çox bizə tərəf qayıdan idi, çox tövbə eləyən idi. O necə gözəl bir bəndə idi, səbir nəticəsində. Səbri onu bu yerə çatdırdı. Allah ilahi hidayət eləyənləri bu xüsusiyyətinə görə seçib. Allah buyurur ki, Səzdə surəsinin 24-cü ayəsində Və cəənnə minhum əimmətən yəhdunə bi əmrinə ləmmə səbəru. Səbr etdikləri və kənu bi əyətinə yuqinun. Səbr etdikləri və ayələrimizə yəqinliklə inandıqları üçün biz haqq yolu göstərən imamlar təyin etdik onlardan. Onların səbr xüsusiyyəti var idi, biz onları imam elədik.
İmamların seçilməsinin sən demə əsas xüsusiyyətlərindən biri budur ki, onlar səbr etdilər və tərəddüdə düşmədilər. Onların heç bir şək şübhəsi yox idi. Onlar yəqin sahibi idilər. Bu xüsusiyyətlərinə görə biz onları hidayət eləyən imamlar təyin elədik və bir dəstə insanlara buyuracaqlar, cənnətə daxil olacaqlar, özləri, ataları, xanımları və övladları vəl mələikətu yədxuluna aleyhim min kulli babin, mələklər də bütün qapılardan daxil olacaqlar, onların yanına gələcəklər və onlara bir kəlmə bunu deyəcəklər: Selamun aleykum bima səbərtum fə ni'mə uqbəddar. Səbr və dözümlülüyünüz müqabilində salam olsun sizə. Səbr və dözümlülüyünüz müqabilində sizə salam olsun. O dünyanın sonu nə gözəldir. Yəni dünya həyatının sonu nə gözəldir sizlər üçün. Səbr etdiyinizə görə sizə salam olsun. Və mübarək Ramazan ayı bizə səbri öyrədir, səbirli olmağı öyrədir. Bir hədisdə var ki, buyurur ki, hədis, dünya həyatı bütövlükdə sanki bir gün orucluq kimidir. Necə orucluqda insan deyirlər ki, biraz da səbirli ol, iftar vaxtı olsun, bütün nemətlərdən istifadə elə rahat. Dünya həyatı da belədir. Sanki bir gün orucluq kimidir. Dünya həyatında da insan biraz səbr eləsə, axirətdə bütün o nemətlər insanın qarşısına qoyulacaq. Bu baxımdan mübarək Ramazan ayı bizə səbri öyrədir. Biz bu ayda səbirli olmaq üçün məşqlər eləyirik, səbrə özümüzü öyrəşdiririk ki, Allah yanında ən mühüm, ən ali məqamlar, dərəcələr səbirli insanlara verilir. Allah səbirli olmaq xüsusiyyətini hər birimizə mərhəmət eləsin və Allahın nemətləri müqabilində, ibadətlər müqabilində, çətinliklər, müsibətlər müqabilində səbirli olmağı hər birimizə inşallah nəsib eləsin. Allah bu xüsusiyyəti hər birimizdə bu mübarək ayda formalaşdırsın. Diqqətinizə görə təşəkkür edirəm. Bu günlük də söhbətimiz bu qədər. Sağ olun, salamat qalın.